Gəncliyə Yardım Fondu, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında rəsm sərgisi keçirilib. Zəfər sənə yaraşır Azərbaycan adlı sərgi 8 noyabr, Zəfər gününə həsr olunub. Sərginin rəsmi hissəsində Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirildi. Torpaqlarımızın azadlığı və suverenliyi uğrundan canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Beynəlxalq Qaleriyanın rəhbəri Elnurə İskəndərova çıxışında qeyd edib ki, bugün tariximizin ən şanlı səhifələrindən birinin 2020-ci ildə baş vermiş 44 günlük vətən müharibəsində əldə etdiyimiz qələbənin 5 illiyini böyük qürur və fəxarətlə qeyd edirik. Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və Azərbaycan ordusunun misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu zəfər yalnız hərbi deyil, həm də siyasi və mənəvi qələbə idi. Xalqımız bir yumruq kimi birləşərək öz iradəsini və gücünü bütün dünyaya nümayiş etdirdi. Bugün azad edilmiş torpaqlarımıza həyat qayıdır. Böyük qayıdış proqramı çərçivəsində bərpa və yenidən qurma işləri sürətlə davam edir. Hər bir tikilən məktəb, xəstəxana, yol və ev bu torpaqlarda yenidən doğulan ümidin, dirçələn ruhun simvoludur. Şəhidlərimiz heç zaman unudulmayacaq. Onların xatirəsi hər zaman ürəklərdə yaşayacaq. Bu tarixi gün münasibətilə bir daha bütün xalqımızı təbrik edir. Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Qoy Qarabağda yüksələn bayrağımız daim dalğalansın. Qoy Azərbaycanın müstəqilliyi əbədi və dönməz olsun. Yaşasın Azərbaycan, yaşasın Qarabağ, yaşasın qələbəmiz, var olsun Azərbaycan Türkiyəmiz. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimbəy çıxışında şəhidliyin ən ali zirvə olduğunu, könül coğrafiyamızda ən təsirli hekayələrin şəhidlərlə bağlı olduğunu bildirib. Bugün dinc və rahat şəkildə yaşayırıqsa, torpaqlarımız azad edilibsə, bu ilk növbədə cənab Prezident İlham Əliyev və qəhrəman Azərbaycan əskərinin sayədindədir, deyə Ahmet Tecimbəy sözlərini əlavə edib. Ahmet Tecimbəy bildirib ki, Dəmir Yumruq adlı 44 günlük vətən müharibəsi bizə Azərbaycan ordusunun gücünü, Türk insanın cəsarətini və şücaətini göstərdi. Gəncliyə Yardım Fondunun prezidenti Allahdan şəhidlərə rəhmət, qazilərə can sağlığını və şəhid ailələrinə səbr diləyib. 27 sentabrda 5 yıl önce Ermenilerin bizim masum halkımız üzerine açtığı ateş üzerine hürmetli Cenab Prezidentimizin demir yumruğuyla ve Azerbaycan askerinin şecaatiyle, kahramanlığıyla elhamdülillah 33 yıldır işgal altında olan topraklarımız azad oldu ve orada ay yıldızlı, 3 renkli bayrağımız dalgalandı. Sərgidə RM Art Studiyonun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyə Mahmudova, Şuşa Musiqili Dram Teatrının quruluşçu rəssamı, FA Art Studiyonun rəhbəri Fatma Əliyeva, RF Art Studiyonun rəhbəri Fidan Rüstəmzadə, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, Lider Tədris Mərkəzinin rəhbəri Ülviyə İskəndərova, Şatu Sənət Evinin rəhbəri Turan İlham tələbələri ilə rəssamlar, Nərminə Uluxanova, Leyla Orucova, Firdovsi Hacıyev, Nurəddin Məmmədov, Aygün Qürbətova, Nərgiz Verdiyeva, Səadət Nərmin Hacıyeva, Pərvanə Hüseynli, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, rəssam Səmayer Zayeva, Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin təsviri incəsənət müəllimi Təranə Əhmədova iştirak edirdilər. Tədbirin bədii hissəsində Lider rəqs qrupunun ifasında Şuşanın dağları, gözün aydın, Qarabağ rəqsləri nümayiş olundu. Balaca istedadlı ifaçılar Məsumə Nəcəfzadə, Ey Vətən, Sevgi Seyfullayeva, Qarabağ Azərbaycandır mahnısı ilə ürəklərə toxundular. Sonda iştirakçılara diplomlar təqdim edilib, xatirə fotoları çəkildi. Dağlar, aşık